Uşaqlar, baxın 21-ci sualdan. Hazır qoşulmusunuz, müzakirəli formada eləyək. 21-ci sualda deyin görüm necə eləyə bilərəm? X plus Y cəmini necə taparıq? Fikir olan var? Müəllim, Aha. burada 6 ilə 3 ixtisar eləyərəm. Elə olmur. Talib, sən bilirsən necə? Rahatlıqla bunları vurub bölə bilmərsən. Ya toplayarsan, ya çıxarsan. Amma məsələn, ixtisar eləmək istəyirsənsə, deyirsən ki, y-lər getsin. Burada 6y olsaydı və qarşısında mənfi olsaydı, 6-6 toplayanda gedərdi. Deməli, burada mənfi 6 deyil. Mənfi 6 olmaq üçün mən yuxarıda nəyə vurmalıyam? Mənfi 2-yə. Mənfi 2-yə. Ay sağ. Bu Yuxarını da 2-yə vuraram, mənfi 2-yə vuraram ki, burada mənfi 6 yaransın ki, 6-6 toplayan zaman ixtisarım getsin. Baxın, tənis sistemini çəkirəm. Yuxarını mənfi 2-yə vuranda, 5-i mənfi 2-yə vuranda neçə eləyir? Salam müəllimə. Salam Aynur. Mənfi 10x çıxılsın. Bax, 3 2-yə vurursan 6, yanına da y. Bərabərdir. 20-ni də mənfi 2-yə vurmalıyıq təbii ki. Uşaqların ən böyük səhvi bu tərəfi vurur, bərabərlikdən sonranı vurmur. 20-ni də mənfi 2-yə vuranda mənfi 40. Aşağı tərəfdə olduğu kimi qalır. Zaten aşağı tərəf olduğu kimi saxlayırıq ki, buradan artıq bir şey çıxarda bilək. 6y bərabərdir 34. Bax, indi 6-6 toplayacağım. Sadəcə eləyəcəyim şey 6-6 toplamaqdır. Mənfi 10x-dən 4x-i toplayanda neçə eləyir uşaqlar? 14 Yo, yo. Sən ikisə çıx desəydim, hə, deyərdin 14x. Topla deyirəm. Toplayan zaman uşaqlar biri mənfi, biri müsbət olan zaman toplayan zaman çıxılır. 10-dan 4 çıxılır 6. Böyüyün işarəsi düşür. Böyük 10-dur. 10 işarəsi nədir? Mənfi. Qarşısında mənfi yazılır. Mənfi 6x. Bax, mənfi 6y, müsbət 6y. İxtisarlar getdi. 34-dən də mənfi 40-ı toplayan zaman yenə çıxılır. 40-dan 34 çıxılır. 6. Böyüyün işarəsi yazılır. Böyük olan 40-da işarəsində mənfidir. Mənfi 6. X də bərabərdir. Mənfi 6-nı mənfi 6-ya böləndə neçə edir? 1. X-in qiymətini tapdıq 1. Hökmən aldığımız səhvdə salam Ümid. Aldığımız səhvdə qoymağa ehtiyac yoxdur. Burada da qoya bilərsən, yuxarıda da fərqi yoxdur. Ürəyin harda istədi apar X-in yerinə 1 yaz. Məsələn, X-in yerinə burada 1 yazsam. 5-i 1-ə vursan 5. 5 üstə gəlinsin y-i tapmağa çalışırıq. 3y bərabərdir 20-yə. 3y nəyə bərabərdir? 5 digər tərəfə mənfi ilə keçir. 20-dən 5 çıxaram 15. 3y bərabərdir 15-ə. Y də bərabərdir. 15-i bölürəm 3-ə. O da edir 5. X-in qiymətini tapdım, y-in qiymətini tapdım. Biri 1-dir, biri 5-dir. Mənə deyir x plus y cəmini tap. 5 üstə gəl 1 nəyə bərabərdir? 6-ya. Cavab olur B variantı. Hamıya aydın oldu bu sual? Bəli. Əla. Elə qrupunuz var, bilmirəm. Burada olanlardan eləsi var, tənis sistemini keçmişəm. Eləniz var, hələ ki keçməmişəm o mövzunu. Yenə də qulaq asın, çətin bir mövzu deyil. 22-ci sual. Deyin görüm necə yazaram? Fikri olan var? Müəllimə, mən bizə keçməmişsiniz. Olar. Hələ dediyim kimi elə qrup var ki, gəlib çatmayıb bu mövzuya. Amma 2 dənə 3 dənə qrupa keçmişəm şey. 22-ni necə yazaram? Deyir ki, bax, 2 dənə düz xətt verilib. Düz xəttin tənlikləri verilib mənə. Burada olanlardan gözə baxım adlarınıza. Alyana, siz 11-ci sinifsiz, deyə bilərsiniz rahat. 22-ci sualda nə edirəm? 2 dənə düz xətt var, tənlikləri verilib. Düz xəttlər bir nöqtədə kəsişir. Əgər bunlar kəsişirsə, A-nın ala biləcəyi qiymətləri tap. Mənim sistemə yazılır əvvəlcə ikisində. Sistemə yazarsan, yaxşı. X-lər bir tərəfə, 6-6, Y-lər bir tərəfə yazarsan. AX olduğu kimi köçürt. AX üstə gəlinsin 5y bərabərdir nəyə? 11-ə. Sistemə yaz. Digərində altından olduğu kimi x-in altından x-i yazmalıyıq təbii ki. Üstə gəlinsin 35y bərabərdir. Ədədin də altına nədən? 32. Sistemə yazdım. İndi, Hı -hı. indi mən yuxarıdakı tənliyi mənfi 7 vuraraq ki, mənim ixtisar getsin də. Mənə deyir ki, Y-lər. kəsişir. Kəsişirsə burada şərt nədir? Necə olmalıdır? Hmm, Kəsişirsə A1 bərabərdir B1-ə, B1 bərabərdir B2. Belə olmalıydı.
Yox, kəsirsə, nədən fərqli olmalıdır? X-in əmsalları. X-in əmsalları bir-birindən fərqli A1'lər olmalı. fərqli olmalıydı. A1, A2'dən fərqli olmalıdır. Bax, belə baxırsan da. X-in əmsalları A bölünsün 7. Burada X-in əmsalı nədir? A. Yazırsan sürətdə. Burada X-in əmsalı nədir? 7. Yazırsan məxrəcdə. Bərabər deyil, yəni fərqlidir. Nədən? Y-in əmsallarından. Y-in əmsalı yuxarıdakının əmsalı 5-dir, yəni qarşısında 5 dayanıb, aşağıdakının qarşısında 35. Fərqli olmalıdır buradan. İndi buradan A-nın qiymətini taparam. Çarpaz vuraram. 35A, bax, çarpazın bu formada vururuq. Bərabərdir 35 vurulur 35-ə. aya, 35A bərabərdir yox, bərabər deyil burada, fərqlidir işarəsi. 5-i 7-yə vurarsan 35. A da fərqlidir. Birdən. 35-i 35-ə bölürük, neçə düşür? 1. Cavabımız olur hansı variant? C variantı. Aydın oldu hamıya? Qaranlıq bir sual deyil məncə, maraqlı, sadəcə bircə qaydanı bilməlisən. 23-cü sual necə yazaram qızlar? Deyin görüm. 23. Burada birinlə ikinci tənlikdə 4A minus B verib. Burada 3B minus C verib. Burada B'ni 3B eləyərik. Bu da olar 12A minus 3B bərabərdir 30. O isə e, 3B minus C bərabərdir 7. Elə eləmə olar mənlə. Belə eləyə bilərsən, məsələn, elə bir şeydən əvvəl. Bax, məsələn, burada nə görürsən? 4A görürsən, burada 2A var. Gətirib burada bir 4A-laşdırıb aparıb yerinə yaza bilərsən. Burada 4A alınmaq üçün nə edərsən? Aşağıdakını 2-yə vurarsan. 3C-ni 2-yə vuranda eləyər 6C. Çıxılsın. 2A-nı 2-yə vuranda eləyər 4A. Bərabərdir. 2-ni də 5-ə vuranda 10. Bu formada. Yəni, buradan da görüm 4A nəyə bərabərdir? 4A-da lap belə mənfi ilə saxlamaq Buradan istəmirsinizsə, da keçirt o biri tərəfə 4A müsbət olsun. bərabərdir 6C minus 10. Azal 4A-nı keçirt o tərəfə müsbət olsun. Onunla gəlsin bunun yerinə mənfi ilə. 6C çıxılsın 10-a. Formada yazdım. İndi 4A-nı aparıb yerinə yaza bilərəm burada. Bəli. Yazarıq. Məsələn, görək bizə nə verir. 4A-nın, buradakı 4A-nın promo yerinə bu ifadəni yazarım. Yəni bu tərəfin. Sağ tərəfin yazarım. Yazaram ki, 6C çıxılsın 10, çıxılsın B, bərabərdir 10-a. Formada yazarım. Onu o tərəfə keçirdərik. Olar 6C minus B bərabərdir 20. Əla, sadələşdir. 10 gəlsin bu tərəfə. 6C çıxılsın B, bərabərdir. 10 digər tərəfə toplama ilə gedir. 10-dan 10 toplayaram 20. Yazdım bu formada. Daha sonra nə edərəm? Buradan B'ni tapa bilərik. Ya C'ni tapa. Deyə bilərsən. Bu tənlikdən istifadə elədim. Bax, buradan tam bir rəqəm çıxartdıq. Buradan istifadə elədik. Ortadakına heç baxmamışıq. Gedib bir ortadakı ilə bunu bərabər sistemə alın. Bax, bunu sistemə alıram. Ortadakı ilə bərabər. Amma gətirib buraya 3B yazmıram. Çünki C-nin altından C yazılmalıdır. C-nin qiyməti nədir? Mənfi. Mənfi C üstə gəlinsin. Buna diqqət eləməlisiniz. 3B bərabərdir nəyə? 7-yə. İndi görün, bax 6C-dir, mənfi C-dir. Aşağını 6-ya vursam, C-lər ixtisar gedər, B-ni Salam müəllimə. Salam Yahya. Bax, aşağını 6-ya vursam sistemdə, yuxarı olduğu kimi qalır. 6C çıxılsın B, bərabərdir 20-yə. Aşağında mənfi 6C olacaq artıq. 6-6 toplayan zaman ixtisarlarım gedəcək. Mənfi 6C. 6-ya vursam, üstə Müsbət gəlinsin. 18B bərabərdir. 6 7 neçə? 42. İndi 6-6 toplayıram. Müəllim. 6 6 toplayan C zaman ilə 6 müsbət C-lər 6 mənfi müsbət gedəcək. gedir. 18 17 mənfi B. 1. A, isə 18 ilə mənfi 1-i toplayırsan elə bil ki, 17 B 17 B. bərabərdir. O da isə 52. Yox, 60. 62. A, isə 62. B nəyə bərabərdir? Buradan da B 62 bölünsün bölünsün 62 17-yə. bölünsün 17. A, isə bu formada saxlayaq hələ ki, 62 bölünsün 17-yə. Biraz uzun və qarışıq gedən misaldır, yorucu misaldır. Amma B-nin qiymətini bax tapdı. B-nin qiymətini tapandan sonra aparıb bir tənlikdə qoyub yerinə A-nın qiymətini, digərində məsələn C-nin qiymətini rahatlıqla tapa bilərsən. Məsələn, B-nin qiymətini burada yerinə qoysan, A-nın qiyməti çıxar. A-nın qiymətini gətirib burada yerinə Müəllim. yazsan, C-nin qiymətini alarsan. O formada axırda da hamısı kəsir alınacaq.
17-də 58, 17-də 62, 17-də 62. Onu da toplayanda ən axırda 187 bölünsün 17 alınır. Onu da bölən zaman ümumi yekun cavabın 11 olur. Yəni bax buradan B-ni tapandan sonra bu hissədən ondan sonrası artıq sizlikdir. Aparıb burada yerinə qoyub A-nı tapırsan. A-nı tapandan sonra gətirib qiymətini burada qoyub C-ni tapırsan. Arda-arda hamısını toplayırsan. Dediyim kimi o daxırda 58 bölü 17, 62 bölü 17, yəni 62 bölü 17 çıxır. 187 bölünsün 17. Onu da bölən zaman cavab 11 olur. De görüm Yahya sualı. Nəsə deyirsən bir yaxdan. Müəllim hansı məzunu keçirsiniz? Hətta sənədlər sirrindən 20 dənə sual istəyirəm. 20-sini izah eləmişəm, 20-si qalır. Aha, 24-cü sualdır. Uşaqlar nə edə bilərəm? Fikri olan var? Buradan tərəf-tərəfə toplasaq, B'lər gedər. Onlar 8A plus Əslində bir 12C. şey deyim. Burada tərəf-tərəfə toplaya da bilərsən. Amma bir şey deyim ki, bu tip suallarda tərəf-tərəfə toplamaqdansa, bax sənə 2 dənə tənlik verib. A, B, C var tərkibində, düzdür Alyanak? Tərəf-tərəfə toplasan, B-lər gedər, amma A-larla C-lər qalar. Həmişə əl verməzsən də, qarışıq mürəkkəb bir tənlik alarsan. Variantlarla yoxlamaq ən yaxşısıdır. Özümüzdən rəqəm verərik. A-ya nə verə bilərsən, B-yə nə verə bilərsən, C-yə nə verə bilərsən. Məsələn, mən deyirəm ki, bax, normal baxan kimi görsənir. A-ya 1 versəm, 7 vurulsun 1, 7. Burada 1 versəm, 10 vurulsun 1, 10. Deməli, B nə olmalıdır? 0 olmalıdır. Düzdürmü? A ilə Bəli. üstə 1 olanda, B də 0 olanda toplayanda 17 eləyir də. Eynisini gətirib burada yerinə yazsam. A-ya 1 versəm, B-yə 0 versəm, eyni qiymətləri bura köçürsəm. C-yə də 1. Yenə də 3 eləyir də cavab. Deməli, A 1 imiş, B 0 imiş, C də 1 imiş. Toplayanda necə eləyir? Sıfır verə bilərik. Necə? Müəllim, Sıfır vermək olur müəllim. Bəli. Say demir ki, naturaldır, iminli natural ədədlərdir burada. Elə bir şey görürsən? Hə, naturaldirsə verə bilmərik. Sənə desəydi ki, qıraqda əlavə şərt versəydi ki, A, B, C bu formada versəydi ki, naturala daxildir, deyərdin ki, natural ədədlərdir. 1 verə bilərəm ən minimum, 0 verə bilmərəm. Burada elə bir şey yoxdur. Belə əlavə bir qayda verməyib. Ona görə rəqəmlərə də bax, sadədir. 3 dənə şey toplayıb çıxıb 17 ilə 3 alın. Yəni rahat 1 ilə 0 ola bilər də, maksimum 2 ola bilər. 1 dəqiqə yoxlayıb tapa bilərsən. Deməli A 1 imiş, B 0 imiş, C də 1 imiş. Toplayanda neçə eləyəcək? 2. Yəni dediyim kimi anlayaraq 6-da toplayıb da eləyə bilərsən, amma çox da ehtiyac yoxdur bu tip suallarda. Çünki cavab hissəsi çox sadə verilib sənə. 25-ci suala baxın uşaqlar. Tənliklər sisteminin sonsuz sayda həlli var. Əgər tənlik sisteminin sonsuz sayda həlli varsa, x-in əmsalları, yəni bax, x-in qarşısına da Bərabərdir. 2 2 bölü bölünsün, 8 aşağıdakının əmsalı bərabərdir. 8 bərabərdir. Y-in əmsalları, yəni 3, bir dənə də B, 3 yuxarıda, B aşağıda. Çünki burada 3 yuxarıdadır, B də aşağıda. Belə yadda saxlayın. Bərabərdir. A A yuxarıda, böl 20 aşağıda. 20. A isə A yuxarıda, 20 aşağıda. Bu form. Buradan da 2B bərabərdir 24, B bərabərdir 12. Sonra isə 40 bərabərdir 8A, A bərabərdir 5. Nə dedim tam tuta bilmədim. Buradan Burada baxdın. məsələn B-ni Birinci bu tapmaq hissəni üçün baxsan. bəli 2B A isə. bərabərdir İxtisar da 24, B apararsan. bərabərdir 2-ni 2-yə 12. bölərsən 1 dəfə, Müəllim. 8-i 2-yə bölərsən 4 dəfə. B-ni 1-ə vuranda B bərabərdir. 4-ü 3-ə vuranda neçə eləyir? 12. B-nin qiymətini tapdın 12. Gətirib burada yerinə yazsan, 3 bölünsün 12 bərabərdir. A bölünsün 20-yə. A bölünsün 20-yə. Burada da bax özü arasında ixtisar apararsan. 3-ü 3-ə bölərsən 1 dəfə, 12-ni 3-ə bölərsən 4 dəfə. 4A bərabərdir 20-yə çarpazda. A da bərabərdir. 5-ə. A sağ 20 bölünsün 4 bərabərdir 5-ə. B-nin qiyməti 12, A-nın qiyməti 5. Sədir A plus B-ni tap. 12 plus 5 nəyə bərabərdir? 17. 17. Bu qədər. Sadəcə bilməlisiniz ki, sonsuz sayda həlli deyirsə, x-lərin əmsalı yuxarıdakını aşağıdakına bölürsən, bərabərdir y-lərin əmsalı, o da bərabərdir sərbəst ədədlər, yəni sonda qalan ədədlər. Müəllim, Bəli. müəllim evə bunları verəcəksiniz Yox, bu yazmaya. əlavənin tapşırığı. Dediyim kimi, bəzi qruplara keçmişəm. Sadəcə dünən axşam 20 dənəsini izah eləmişdim, 40 sual idi. 20-si qalmışdı. Onsa rekord açıb Zoom-dan izah edirəm. Dedim, istəyən qoşulsun, baxsın, müzakirə eləsin. Aha, 26-cı sualda fikir olan var. Yəni qrupda Yahya nə vermişəmsə öz qrupunuza yazmışam. Bu ev tapşırığı deyil, narahat olmayın.
26-nın Müəllim, neçə burada da üçgən var? özümüzlə rəqəm veririk. Müəllim yazmalı deyiləm bunu. Yo, yo. Keçmişəmsə yazın. Keçmədiyim qrup yazmasın. Keçdiyim qruplara özlərini atmışam. Qrupunuza nə tapşırıq atmışamsa onu yazasınız öz dərs qrupunuza. 26-da nə edərik, Alyanaq dedin? Burada da rəqəm verərik özümüzdən. Müəllimə, müəllimə, Bəli. müəllimə, bizim qrupa tapşırıq yazdırmışdı Z ehtimal. Onu nə vaxt yoxlayacaqsınız? Bu gün yoxsa sabah? Bu gün axşam. Birazdan. Bunları yekunlaşdırım. Ağlımda bir iki şey var. Onları hazırlayayım. Alyanaq, rəqəm verərsən, verməyinə gəl belə Mən eləyək. bir sual verim. Bunun Buyur. mən qaydasını bilmirəm. Necə olunur ki? Müəllim, müəllim Qaydası desəm çox olur. alternativ qaydası yoxdur. Misal üzərindən izah edirəm. Misal üzərindən tutmağa çalış. Yəni də qayda videosunu ataram sənə. Öz qrupunuza keçəcəm, Oldu, narahat olma. Və alt-alta toplayırıq. Oldu, müəllim. Alyanaq, gəl belə eləyək. Rəqəm verməmişdən qabaq alt-alta toplayaq, y-ləri aparaq. Çünki 13-37 biraz buralar qəribə görsən. 6x bərabərdir. Y-lər getsin, toplayım. 6x bərabərdir nəyə? 8z-də. Bərabərdir. Yandakı rəqəmləri də topla. 13-dən 37-ni toplayıb necə edir? 50. Bu formada yazdım. İndi bax, burada x-ə, z-də neçə qiymət verərəm? X-ə 3 versəm, bax, x-in qiyməti 3 olsa, 3 dəfə aldın 18, z-də də 4 versəm, 4 dəfə 8-in 32. 18-dən 32-ni toplayan necə edir? 50. Ödədi. Ödədi. Bəli. Gedək yerinə qoyaq, y-i də tapaq. X-in yerinə 3 qoysam, 3 vurulsun 2, bura eləyər 6. Z-in də yerinə 4 qoysam, 4 dəfə üçün 12. Burada 12. 6-dan nə isə çıxıb üstünə 12 gələndə 13 eləməlidir. 12-nin üstünə nə gəlsəm 13 eləyər 1. Müəllim, Ayza. 5 çıxsa. 12-nin nəyin Müəllim, üstünə? Uşaqlar qışqırışmayın. 12-nin nəyin üstünə gəlsəm 13 eləyər 1-in. Deməli 6-dan 5 çıxmalıyam ki, bu tərəfin qiyməti 1 olsun. Deməli y-imin də qiyməti nə imiş? 5 imiş. X 3, Z 4, Y də 5. Aparaq qoyaq yerinə toplayaq. 3, 12. 4. Cavab olur B variantı. 27-ci sualda. Uşaqlara baxın, görüm, sakitcə baxın, qışqırışmayın. 27-də nə edərəm? Ortaq məxrəci gətirə bilərik. Ortaq Müəllimə. gətirmək heç vaxt. Sən həmişə bilsən neyinə kəsrə tipli olanda. Həmişə Müəllimə. ağlarla işin yoxdur, bəli. Mənim məktəb dərslərim qalıb. Bunları yazıb öz qrupumuza qoşulsam olar. Fərqi yoxdur. Bunu atmışam ki, istəyən qoşulsun. Kimi şey varsa çıxa bilər, narahat olmayın. Oldu mənim. Dərsimi yazandan sonra o bir qrupda olar. Öz qrupumda qoşularam. Tamam Ümid, narahat olma. Alyana, bax, Oldu. deyirsən, sağ olun. Bax, ortaq məxrəc. Ortaq gətirərsən, gətirməyinə, amma kəsirli tiplərdə ortaq gətirsən A ilə B eləyəcək, sənə heç nə vermir. Həmişə orta həddə, yəni B-ləri ya da Y-lərin əmsalını yox eləməyə çalışırıq. Burada 6 bölünsün B-dir, burada 3 bölünsün 6. Məndə sürətim 6 Müəllim, olsaydı, 6 olsaydı eyniləşmə olardı. Amma ikisi də müsbətdir. Deməli, aşağı mənfi olmalıdır. Aşağıda neçəyə vuraram? Mənfi 2-yə vuraram, düzdürmü? Aşağıda mənfi 2-yə vuraram ki, toplayan zaman bu B-lər getsin, A-lardan asılı bir şey ala bilim. A-nı tapsaq, B-ni yerinə qoyub tapmaq asandır. Bax, sistemi çək. Yuxarıda 4 bölünsün A. Bir dəqiqə, bu çox böyük yazılır. 4 bölünsün A. Üstə gəlinsin. Eyni qalır yuxarı. Aşağını deyin görüm, nə yazacağım Alyanaq? Ayağını de görüm səndə. 6B bərabərdir. Aşağıda mənim Burada mənfi bölünsün 2 2. bölün. Mənfi 2 bölünsün A minus 6 bölünsün B. Asan. 3-ü vururam 2. Artıq bu Evet. mənfi, bu toplamanı Bərabərdir. dəyişdi. Mənfi 6 bölünsün 2. 6 O da 7 bölünsün mənfi 1. 3. Bərabərdir nəyə? Deməli, Mənfi 6 Mənfi bölünsün üç. 2. Mənfi 3 promo yazaq, mənfi 3. Mənfi 3-ə. İndi alt-alta toplayaram uşaqlar. Alt-alta toplayan zaman 4 bölünsün A. Bir də mənfi 2 bölünsün A. Orada Toplayan zaman neçə 6 eləyir? bölünsün A. 6 bölünsün A. 6. 6-da toplayan neçə eləyəcək? 6 bölünsün A. 6 niyə? 12 dört bölünsün B. Uşaqlar, bir dəqiqə qulaq asın, mən qışqırışmayın. Yalandan öz-özünə rəqəmlər atmayın. B-lər tərəf ixtisar gedir. Eynidir, biri müsbətdir, biri mənfidir. Alt-alta toplayan zaman biri müsbətdir, biri mənfidir. Böyükdən kiçik çıxılır. Məxrəc qalır A, Mənfi 2. müsbət Ha, olur. mənfini 4-dən də 2 görməmişəm. mənfisi var axı qarşısında. 4-dən də 2 çıxanda qalır 2. O da 2 2 bölünsün A, bölünsün. bərabərdir. B-lər Bu da getdi. bərabərdir 1. 4-dən də 3-ü çıxıram toplayan zaman. Biri mənfidir, biri müsbət. Bir. Qalır 1. A nəyə O da bərabərdir? bərabərdir 2-yə. 2-yə. 2. A-nın 2 olduğunu tapdım.
Aparıb yazarıq yerinə. A-nı burada qiymətini qoysan 4 bölünsün 2 2 bərabərdir 2. Üstə gəlinsin 6 bölünsün B bərabərdir nəyə? bərabərdir 4. 4-ə. 2-ni o tərəfə keçirdərik. Mənfi ilə keçər. 6 bölünsün B. Buradan yazıram 2. yerinə ver. 6 bölünsün B bərabərdir. 4-dən 2 çıxanda 2. Buradan B də B bərabərdir bərabərdir. 3. 6-nı bölünsün 2. Yerdəyik. Doğrudur. O bərabərdir 3-ə. B-nin qiyməti 3, A-nın qiyməti 2. A Altı. qiyməti 3'ü de 2'ye böldük 6. cavab olur D variantı. Müəllimə çıxa bilərəm. Dərs olaq problem deyil. Dediyim kimi. Dərsim var. Hə, yox, tamam. Uşaqlar qışqıra-qışqıra danışmayın ki, rekordu özümü sakitcə götürəndə başa düşürsünüz nə deyirəm. Qışqırılışanda ümumi qarşı bir-birinə, sonra baxanda heç nə başa düşməyəsiniz. 28-də eyni qaydadadır. Eyni qaydada yuxarı nəyə vuraram? Burada beləri ixtisar eləyərik. B'ləri Ona görə ixtisar eləmək üçün yuxarı yuxarını nəyə 2-yə vuraram vurarıq. gözəl? 2-yə A-yə. vurarıq. Yuxarını 2-yə vuraram, B'ləri ixtisar getsin. Daha sonra alt-alta toplayaram. Rahatca A-nın qiymətini tapıb yazaram yerinə. Yuxarını ümumi 2-yə vuranda bax. Bura olacaq 6 ilə 6. 6 Bax, bölsün bunun üstündə 10. yazım. Bura olacaq 6. Bura olacaq 2. 2. Burada olacaq 4. Orada Alt-alta 4. toplayan zaman bunlar gedir. Qalır neçə? 6 ilə 5 toplanır. Yuxarıda 11. 11 Aşağıda da bölü A. Bərabərdir. 4 ilə də 7-ni toplayanda bərabərdir 11. 11-ə. A nəyə Burada A bərabərdir? bərabərdir 1-ə. A isə 11 ilə 11. yer dəyişəcək. 11 bölünsün 11 bərabərdir 1-ə. A-nın qiymətini tapdıq 1. Yazaq yerinə. Yerinə Apar bir qoyarıq. tənlikdə yerinə qoy. Burada yerinə yazsan bax 1. 5 Buradan da üstə 5 gəlinsin. bərabərdir 2 böl B bərabərdir 7. 2 Oradan bölünsün da 2 B bərabərdir bərabərdir. 1-ə. 5-i keçirdərəm bu tərəfə. 7-dən 5 çıxanda 2. B də bərabərdir. 2 ilə yer dəyişsə 2 bölünsün 2 bərabərdir 1. B-nin də qiyməti 1-dir. 1 də 1 Cavab da 1. cavab 1 C variantı. 29-cu sual necə yazaram? Burada yazarıq ki 5x plus 7x bərabərdir 23. Aynen B ilə də yaza bilərsən. Öyrəşmişik A-nı B şeylərə. Hə, Yazarıq ki 5A 5A. bərabərdir 7B. 5A üstə gəlsin. Aysa 7 kiloqram. Biri almadı, biri armuddur. 5A üstə gəlinsin 7B bərabərdir nəyə? 23 manat. Yəni 23-ə. Daha sonra 2 kiloqram alma, yəni 2A üstə gəlinsin 4B, yəni 4 4B kiloqram. bərabərdir Ardıcıl yazsan, bərabərdir 11-ə. Sistemi 11. aldın. İndi yuxarını aşağını nəyə vuraram? Burada Müəllim. 10-a vuraq, 10-a gətirək bunları. Bax, 7 ilə Yuxarıda 4-ü vurarıq bir şey 2-yə. gətirmək biraz qaranlıqdır. Gəl, hə, Aysel, dediyin kimi A-ları gətirək. Yuxarını məsələn vuraram 2-yə, bura 10 olsun. Aşağını da -5-ə vuraram ki, 5-ə. -10 olsun, ixtisarım getsin. Aysel, eləmək olar elə bir şey Alənə. 5-i Burada 2-yə olacaq vuranda necə 10-a. eləyir? 10-a. 10-a plus 14B bərabərdir 46-ya. Aysel, niyə burada şey deyil, mouse saxlamaq olmur? Aha. 14B bərabərdir. 23-ü vursan 2-yə 46. Aşağını da vuran O zaman birisi də -10-a. -10-a minus Çıxılsın. 20B. Aysel bərabərdir. Bu da bərabərdir -55. A, indi alt-alta toplayan zaman bax, A-lar Evet. ixtisar gedir. 14B, aşağıda da 20B. Biri mənfidir, biri müsbət. Böyükdən kiçik Bu da çıxılır. A isə -6B 6B bərabərdir. bərabərdir 55-dən 46 çıxanda 9. -9. Orada mənfilər gedəcək, B qalacaq B bərabərdir. bərabərdir 9 bölü 6. 3-ü ixtisar aparsam 3 bölünsün 2. Bu da eləyəcək 3 bölü 2 1,5. Görək elə bəlkə belə saxlayaq. Normalda bizə kəsir lazım olar. Ya 1.5 ilə yazaq. Hansı lazım olsa o formada saxlayarıq. 1.5. Məndən nə istəyir? 1 kiloqram armud, 1 kiloqram almanın qiyməti. 1 kiloqram armud Və buradan da nəyə A bərabər plus B. imiş? 1.5-ə. A plus B-yə Aparaq götürərik. yerinə qoysaq, anda mənə deyir ki, ümumiyyətcə A üstə gəl B-ni tap da bizə. Hərəsindən 1 kiloqram birdən olsun. A üstə gəl B nəyə bərabərdir? B-nin qiymətini tapdım 1.5. Aparıb yerinə yazıb A-nın da qiymətini tapa bilərik. 4B-ni yerinə qoysaq 1,5 o eləyəcək 6. Ayrıca burada qoyub sıfırlaşdıra bilərəm. 2A üstə 2A gəlsin. 4-ü bərabərdir vuraram 1.5 eləyər 6. 6. O da Bərabərdir 11-ə. bərabərdir 11. 2A 6-nı bərabərdir. keçirdərik bu tərəfə. 11-dən Bu da 6 çıxanda eləyəcək 5. A da A bərabərdir 5 bərabərdir bölünsün 2. 2,5. Əla, A-nın da qiyməti var 2.5. Sədir A üstə gəl B. Yəni O da 2.5 4 üstə gəl eləyər. 1.5. O da 4 eləyəcək. eləyər. Cavab B variantı. Əla. 30-cu sual. Necə yazaram? Burada x-i çıxararıq mötərizə xaricinə. X plus y. X vurulsun x plus y. Aparıb qiymətin yerinə yaza bilərik. Yuxarı tənlikdə Bəli. x-i çıxardaram.
X mötərizə xaricinə gedəndə burada qalır mötərizə içərisində x üstəgəl X y plus y bərabərdir bərabərdir 16-ya. 16. Aşağıda da x Buradan plus da y-in qiymətini verib 2x 2. bərabərdir Aysa 16. aparıb bu mötərizənin yerinə 2 yazaram. X vurulsun 2 bərabərdir 16-ya. X nəyə bərabərdir? Buradan da 16-nı x 2-yə bölərəm bərabərdir 8. 8-ə. 8-i Bizdən verib y y istəyir. istəyir. 8 götürmürük Evet. cavabı. Qoyuruq yerinə Bərabərdir. 8. O da 7 mənfi 6. Aysa 8-in üstünə nə gəlsəm 2 eləyər. Təbii ki, mənfi 6. 8-dən 6 çıxsam 2 eləyər. Cavab olar A variantı. 31-ci sual. Neyniyərəm? Necə Ee, yazaram? Burada deyir ki, tənliyin həlli yoxdursa, 6 bölünsün x plus 1 bərabər deyil, 3 Bərabərdir. bölünsün 6. Hə, Bərabərdir. bərabərdir 3 bölünsün 6-ya. Bərabər deyil, mənfi 4 bölünsün mənfi 6-ya. Hı -hı. Yazarsan ki, x-lərin əmsalı, yəni 6 6 bölünsün k bölünsün plus 1 x plus 1 bərabərdir. Y-lərin bərabər 3 əmsalı 3 bölünsün bölünsün 6. 6. Amma bərabər deyil, düşək, Bərabər. fərqlidir. Hı -hı. Mənfi 4 bölünsün mənfi 6-dan. Bu formada yazırıq. Yeganə Mən nə həlli istəyir? olanda Kanun isə istəyir. bərabər olmurdu, hə? Bəli, bəli. İndi burada mən nəyi tapmalıyım? Kanun tap. Buradan da 3 vurulsun k plus 1. Buradan çarpazdan vuraram. Məsələn, Heç bu tərəfə baxmağıma ehtiyac belə hə, yoxdur. oradan da Çarpazdan 36. asal, çarpazdan vuraram. 3-ü vuranda bu mötərizəyə 3k üstə gəlinsin. 3 3 bərabərdir. bərabərdir 6 dəfə 6 36-ya. 36. Asal. Oradan da k bərabərdir 11-ə. 3k bərabərdir. 3 digər tərəfə mənfi ilə keçir. 36-dan 3 çıxanda qalır 33. K da bərabərdir. 33 bölükçü 11. Cavab olur C variantı. 32-də nə edirəm də görüm fikir. Burada yeganə həlli var deyirsə, Anına bax, k x-lərin bölü əmsalı bərabər 11, deyil. Y-lərin əmsalı o da Hə. bərabərdir. 4 bölünsün 2 deyil 2. A bərabər deyil 2. Belə də bax, x-lərin əmsalı, yəni A bölünsün. Burada heç nə yoxdur deyə 1 1. yazıram. Bərabər O da deyil. bərabərdir Mənfi -4 4 bölünsün bölünsün -2. mənfi 2. A bölünsün 1. Yəni promoy A-nı yazaq. A bərabərdir. Bərabər deyil daha doğrusu. A Fərqlidir. bərabər Mənfi 4 deyil bölünsün mənfi 2. 2. Yəni 2. Cavab da olur D variantı. Bir də qaydanı bilmək lazımdır ki, yeganə həlli nə zaman var, həlli yoxdur və sonsuz sayda həlləri. Onun da qaydasını PDF formasına qrupa dünən axşamdan atmışdım. 32-də görüm. Az qalıb, 7 dənə sual qalıb. Tənlik sisteminin həlli olarsa A vurulsun B hasini tapan. Burada 2 cütü deyir tənliklər sisteminin həlli olarsa. Bu sayı nə demək burada istəyir? x-in ilə y-in yerinə qoyarıq bunları. Həll eləyərik. Aysa, sən deyir ki, bax, bilirik ki, mötərizə içərisində birinci yerdə duran ədəd x-dir. İkinci Burada yerdə duran ədəd 2A. y-dir. Yəni, harada x görürsənsə yerinə 2 yaz, harada y Müəllim desəm görürsənsə olar. de görüm. Burada mən Müəllim aynen x 2 olabilir. 2 vurarız. Y de 3 olarsa 2'ni 3'e vurup 6 alabilir. 6 alırız. Yox, burada şey yox. Bu da 4. Elə şey burada eləmirsən, sən əsas tənlik mötərizədən yerinə istifadə eləməlisən, Yahya. Mötərizədə birinci yerdə duran ədəd, bax, x-in yerində durur, ikinci yerdə duran y. Yəni, bu sayı deyir ki, bu sistemdə harada x gördün, yerinə 2 yaz, harada y gördün, yerinə 3. Bax, x görürük burada. Yazırıq 2, a da yazılır yanına. 2a üstə gəlinsin. 3-ü 2-yə vuracam, neçə eləyəcək? 6. Bərabərdir 10-a. Y-in də yerinə 3 yazdıq. Aşağıda Müəllim A 2'dir. A2 deyil. A-nın 2 həll olduğunu tapanmarsan. burada 3B X-in var. ver. 3B 2B. 2B. minus 2B. y değil. Ha, 2B karıştırdım ben. çıxılsın. 3-ü 3-ə vursan neçə eləyir? 9. 9. Bərabərdir 15-ə. 15. İndi buradan A-nı, B-ni rahat taparsan. 2A bərabərdir. Bax, yuxarıdan A-nı tap. 2A 2A bərabərdir. bərabərdir 6 4. mənfi ilə keçir. Ondan 6-nı çıxanda 4. A da A bərabərdir 2. bərabərdir 2. İndi B-ni tapırıq. 2B bərabərdir. Mənfi 9 Üç. bu tərəfə gedir. 15 ilə 9-u toplayırıq. Gələcək 24. 24. O da 2'ye böləcək. Alınacaq 12. A-nın qiyməti 2, B-nin qiyməti 12. Sədir A vurulsun, B-ni tap. 2 vurulsun 12. O O da da bərabərdir 24. 24. 34-dən neyniyərəm? Deyin görüm. Sənə deyir ki, düz xətləri, yəni düz xətin tənliyi birinin bu Müəllim. verilib. Biri digəri bu verilib. Sənə deyir üst-üstə düşərsə A plus B-nin cəmi tap. Üst-üstə düşərsə Üst-üstə tənlik necədir? düşərsə, üst-üstə düşərsə K1 bərabərdir K2, B1 bərabərdir B2. Buradan da A bərabərdir 3-ə,
B ilə bərabərdir X-lərin 2-yə. əmsalı A bölünsün, digərinin əmsalı nədir? 3 bərabərdir. Mənfi 2, Y-in əmsalı mənfi 2, burada da mənfi 1 bərabərdir. 9 bölünsün 9-a. Bu formada yazırsan. İndi görün nə edərəm? Buradan bax, mənfi ilə mənfi gedər. Bunun içərisində. 9-u da 9-a bölsəm düşər 1. B bərabərdir nəyə? 1 vurulsun 2. B B bərabərdir bərabərdir 2-yə. burada 2-yə, A bərabərdir 3-ə. Aysa, A-nın da qiymətini orada tapırıq ki, 2-ni bura qoysam, mənfi 2 bölünsün mənfi 2 1. A da bərabər 3 vurulsun 1 3. Toplayanda neçə eləyir? 5. Cavab 5. olur D variantı. 35 deyin görüm. Buradan da X-i yox, buradan Y-i çıxardacağım Aysa, möhtərizə bir X-i xaricinə. X çıxartmışıq. bölünsün. İndi kvadrat Y-dədir, Y-i çıxardırıq. Y-i çıxardanda möhtərizədə X üstə gəl Y bərabərdir nəyə? Bərabərdir 35-ə. 35-ə. X plus Buradan da Y-in 7 qiymətini ilə aşağıda verib 7. bərabərdir Aparıb yazaq 35. yerinə. Y vurulsun 7 bərabərdir 35-ə. Y də bərabərdir 35 bölünsün 7 bərabərdir 5. 5-ə. Y-in qiymətini qoyuruq yerinə 5. Nəyin üstünə 5 gəlsəm 7 eləyər 2-ni. 2. Deməli X də 2-ymiş E variantı. 36-nı deyin görüm. Bu da onun kimidir. A bərabərdir 8 olar. B də bərabərdir -6 olar. O Əksinə A C-dən bölünsün 8 deməli. D 6 olar. Bəli. 36-ya. Aha. Eyni bir yaxçı qaydada üst-üstə düşürsə, Bəli. X-in əmsallarını bölürsən, A böl Y-in 8. əmsalları bərabər edirsən. A böl 8 bərabərdir 6 bölünsün -B bərabərdir 45 bölünsün -45. Ay sağ ol. Oradan da tapılır. A bərabərdir -8. B də bərabərdir -6. Bir-birlərinə də vuranda -48. Cavab olur D variantı. Bayaqkı ilə eyni qaydadadır. 37 necə yazaram? Tənliklər sisteminin həlli yoxdursa A bölünsün 2 bərabərdir 7 bölünsün Azım. Həlli -11. yoxdur deyirsə, artıq üçüncü tərəfdən fərqli olmalıdır. Yəni A bölünsün 2 bərabərdir 7 bölünsün 7 bölünsün 14, -14 -14, qarşısında bərabər mənfi var. deyil. 15 Bərabər deyil, bölünsün fərqlidir. 15 bölünsün 39. Buradan 39. A-nın qiymətini Buradan da tapasan. A bərabərdir. Bax, buradan A A-nı bu tərəfdən tapa -14 bilərik ki, A. rahatlıqla. -14 A çarpazdan 14 A vursam. bərabərdir 14. A isə 2-ni 7-yə vuraram, 14 bərabərdir 14. A da A da bərabərdir. bərabərdir -1. A isə müsbəti mənfiyə böləndə qarşısına mənfi düşür. 14-də 14-də biləndə 1. Yəni -1. Cavab olur B variantı. 38 necə yazaram? Buradan. Keçən dəfə bunu 38 Bunun izah qaydası var uşaqlara. idi. Müəllim, mən də Yox. Mən uşaq Talib soruşmuşdu elə bu sualı məndən. De görüm Talib sənə demişdim. Müəllim, burada A-nın yerinə burada 18-in bölənlərini tapırıq 3 və 6. Tam ki A-nın yerinə 3 yazdıq, B-nin yerinə də 6 yazdıq. Onda burada B 6-dırsa C 1 olacaq. A 3 olduğuna görə 1-ə vuranda 3 alınır. Deməli bu deyil. Bunu Tərsin, Talibla da Talib. Bunu elə Müəllim deyə desəm bilərsən. olar. Talib'a keçən dəfə öyrətmişdim ki, Müəllim 2 desəm ver, olar. bax, bir dənə dəqiqə səbir olun uşaqlar. Yox, bir dənə bir şey deməyin. Çünki vaxtda da az qalıb bu 3 sualı çatdırmalıyam. Bax, B-yə 2 versən, A-ya 9 versən, 2 vurulsun 9 18. B-nin 2 qiymətini bura qoysan, C-nin qiyməti neçə olar? 3 olar. 2 vurulsun 6. Sonra gətirib burada C-nin 3 qiymətini qoysan, A-nın da qiyməti 9 olur. Asal, deməli A 9-ymuş, B neçəymiş? 2-ymiş, C-nin də qiyməti 3-ymiş. Bunu vursan, 2 dəfə 3-ün 6, 6-nı da 9-a vuranda 54, C variantı. Bunu bu formada da eləyə bilərsiniz. 6-6 hamısını da vura bilərsiniz. 6-6 vuran zaman, bax bu üsulda öyrədim. A kvadratı vurulsun, B kvadratı vurulsun, C kvadratı eləyir. Yan tərəfdə də bərabərdir. 18 vurulsun, 6 vurulsun, 27. İndi baxın, bu üsulumu yaddan çıxartmayın. Bunları kvadratdan azad eləmək üçün sənə sayda hasilini istəyir axı. Buranı kökün altına salmalısan. A vurulsun B, vurulsun C bərabərdir. Kök altında 18-i necə yazaram? 3 vurulsun 6. Diqqətlə qulaq asın. 6-nı necə yazaram? Elə 6 kimi də saxlayaram. Çünki burada bir dənə 6 var. Vurulsun. 27-ni də yazaram ki, necə? 3 vurulsun 9. Bax, 2 dənə 6 var. Buradan bir dənə 6 çıxacaq. Bərabərdir, bir dənə 6 çıxır. 2 6-dan kök altında həmişə biri çıxır. 2 dənə 3 var. Bir dənəsi çıxacaq. 9-dan da kökdə nə çıxır? Nəyə vursam 9 eləyər? 3-ü. İndi bunu tapasın. 6 dəfə 3-ün 18. 18 54. vuranda 54. Yenə eyni şey alınır.
O üsulla da eləyə bilərsən, məntiqi, riyazi məntiqi üsuldur. Bu da normal riyazi həlli üsul. Bir saniyə, sönməmiş test taxım. Aha. O biri misalda mən deyim müəllim. 39-cu sual. 39-u da bunları izah eləmişdim, səhv eləmirəmsə. De görüm. Tərəf tərəfə toplayarıq. Yuxarını 6-ya Eləyər vurduqla ki, 5x. şey eləməsin. Burada -6 y ala biləsən. Yuxarını Bəli, 6-ya 5x. vurarıq. Müəllim, bunu 12x. belə də deyim. Aha, de görüm fikrini. Tərəf tərəfə toplasaq 5x, eləyər 5y, eləyər 5z. Bərabərdir, o da eləyər 20-yə. Onlar Oradan hər da tərəf x, 5 ortaq məxrəc çıxardıb bölə bilərsən. 20 bölünsün 5 bərabərdir 4-ə. oradan da 5-i də bölərik, Ay, o da eləyər sağ x ol. plus y Tərəf tərəfə bərabərdir. toplayanda düz deyir. 5x. Sonra neçə qalır? 5y. Üstə 5y, gəlinsin 5y. 5z. Üstə gəlinsin 5z. Bərabərdir. O 6 da ilə 14 bərabərdir toplayanda 20-yə. 20. Ay, sağ ol. 5 ortaq hər Or tərəfi 5-ə bölərsən. 5-i ortaq çıxardarsan. Hər tərəfi x 5-ə plus böləndə y x, üstə gəl y, üstə gəl z. plus z 20-ni də 5-ə bərabərdir böləndə 4. 4. Sənə bunların cəmini istəyir. Bərabər 4-ə A variantı. 40-cı sualda test çatdıraq, linkin 2 dəqiqəsi qalıb. Bunda Necə yazaram? Deyin görüm. Əvəz eləməklə yaza bilərsiniz. Burada deyərsiniz ki, x bərabərdir nəyə? Y-i keçirdərsən o tərəfə. X bərabər bərabərdir 19 çıxılsın 19 y. minus y. Aparıb burada x-in yerinə rahatçılıqla öz qiymətini yazarsan. Yazarsan ki, 19 minus y Minus y üstə gəlinsin plus z bərabərdir bərabərdir 24-ə. 20. Buradan y minus z formasında saxla. Yəni mənfi y üstə Y gəlinsin plus z z bərabərdir. bərabərdir 19-u digər tərəfi mənfi 5. 24-dən 19 çıxanda 5. 5. Aşağıda bu müsbət qiymətini yazarsan. Y üstə Y gəlinsin z bərabərdir 33-ə. bunlar Sistem alsan, toplayarıq. alt-alta toplasan, 2z mənfi y üstə y bərabərdir say. 2z 38-ə. A isə 33-ün 5-i O toplayırsan da z 38. bərabərdir Z də bərabərdir 19-a. 38 bölü 2, o da bərabərdir 19. Məndən nəyi sil? Elə Z-dir. Z-in qiyməti neçəymiş? 19. Deməli, x-i tapmaq üçün y-i keçirdim o tərəfə. 19 çıxılsın y. Aparıb burada yerinə qoydum. Daha sonra 19-u apardım o tərəfə. X-lə Z-dən asılı bir tənlik aldım. Altdakı tənliyi də köçürdüm onun altına. Sistemi alıb alt-alta toplayanda y-lər ixtisar getdi. 2z bərabərdir 38, z də bərabərdir 38 bölü 2. Yəni 19. Cavab olur D variantı. Yoruldum. Rekordu dayandırım.